İnandırım sizi ki, belə məğlubiyyət məni heç də məyus eləmir. Bu gün həqiqətən ilk yarını xüsusilə möhtəşəm oynadıq. Yəni, necə deyim, Koçalskinin çıxartdığı toplar həqiqətən buraxdığımız qola adam yanır. Yəni, penalti qurtarmaq, bir neçə dənə çox möhtəşəm qurtarışlar oldu. Ondan sonra o çer-çepini möhtəşəm çıxartdı. Yəni, həqiqətən çox çətin toplar çıxartdı. Amma baxırıq ki, buraxdığımız qol, nə bilim, yenə də oyundur, heç nə demirəm. Yankoviç bizim ən sevimli oyunçumuzdur, istəyir nə olur olsun. Yenə də amma yaxşı oynadıq. Düzdür 2-0 məğlub olduq, amma maraqlı oyun idi. Mən məsəl üçün ondan əvvəl Qalatasarayın oyununa baxdım. İnsan yəni baxmaq istəmir də, ürəyi sıxılır. Deyirsən ki, bu nə oyundur? Yəni Qalatasaray azarkeşləri inciməsin. Amma həqiqətən maraqlı oyun oldu. Məğlub olduq. Düzün desəm, mən bir xal gözləyirdim bu oyundan, amma olmadı. Yenə də oyuncularımızın canı sağ olsun. Gələcək oyunlarda mən inanıram ki, ən azı 4 xal əldə eləyəcəyik. Siz öz fikirlərinizi yazın. Yenə deyirəm, Koxalski həqiqətən çox böyük qapıçıdır, çox böyük. Məncə maçın oyunçusu da o seçilməli idi. Siz də öz fikirlərinizi yazın. Xüsusilə də Koxalski barədə nə düşünürsüz? Yazın gəlsin.